Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, min husni islamil mar'i terkuhu mələ yəni. Kişinin dininin gözəlliyindəndir ki, özünə aid olmayan məsələlərə qarışmasın və özündə azalmayan şeyə görə paxıllıq eləməsin. Kimsə xərcləyir, kimsə verir, kimisə Allah təala müvəffəq eləyir, sən ona görə paxıllıq eləyirsən ki, niyə? Səndən azalmır ki. Həsəd, paxıllıq. Necə? Müəllimlərimizdən biri deyir, Osman Sələfi Allah'ın qorusun, deyir ki, həsəd eləyən insan elə bilir ki, qonşunun ayağı sınsa o yaxşı yeriyəcək. Təsəvvür edirsən, döşünə rahatsın. Kimsə nəsə eləyir, kimsə Allah təala asanlaşdırıb, müvəffəq eləyib, sədəqə verir, kiməsə yardım eləyir, kimisə işini asanlaşdırır. Bu gözəlləsin. Sən onu görəndə fərəhlənməlisən, sevinməlisən ki, Allah həmd olsun ki, Allah təala müvəffəq eləyib. O səni narahat eləməli deyil. Əm yəhsudunən nəsə alə mə ətəhumullahu min fadli. Allahdır ki, yoxsa onlar Allahın öz lütfündən insanlara verdiyi şeylərə görə həsəd eləyir. Allah verib də onu. Sən verməmsən. Allah təala nəsib eləyib, müvəffəq eləyib. Əksinə sən onu görəndə gözün nurlanmalıdır ki, maşallah, mən bacarmadım Allah təala qardaşıma nəsib eləyib. Bu həmçinin qadınlara da aiddir.